şerefiyle uzalan aksakallarımız. Abşeron rayonunda Ümrayan Novruz bayramı şənliyi keçirilir. Yanardağ Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğunda baş tutan bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdın Fərzəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şəhid Elçin Həsənlinin anası Xatirə İsmailova, Abşeron Xızırı Genel Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva, regional idarələrin, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahəsi üzrə təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər. Hər il olduğu kimi bu ildə Abşeronlular xalqımızın ən qədim bayramlarından olan Novruz şənliyini xüsusilə hazırlaşmışdılar. Bayramla əlaqədar Yanardağ qoruğu Novruz atributları ilə bəzədilib, təhsil ocaqları öz stendləri ilə qonaqları sevindirib, baharın gəlişindən, təbiətin oyanışından xəbər verən səməni və insanları birliyə, mehribanlığa, şadlığa dəvət edən bayram tonqalı şənliyə xüsusi sevinc qatıb. Dədə Qorqud və Bahar qızı iştirakçıları təbrik edərək Abşeronluların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas simalarından olan keçəl və kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb, hədiyyələr paylayıblar. Bayram günü bəzənər xoncalar, xoncalar, sevinç şadlıq nidası ucalar, ucalar. Bayram günü bəzənər xoncalar, xoncalar, sevinç şadlıq nidası ucalar, ucalar. Qoy doldursun dünyanı, qoy doldursun gülüşlər. Ay qoy tellər bəzəsin, bayram ətirli günlər. Tədbirdə bildirilib ki, günü-gündən çiçəklənən Azərbaycanın hər bir ərazisində Novruz şənlikləri, ucalan qalib üç rəngli bayrağı altında canfəşanlıqla, böyük sevinc və ümidlərlə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqulu, daha möhtəşəm qeyd edir. Bu zəfəri bizə yaşadan Müzəffər Ali Başkomandan və onun dəmir yumruğu ətrafında birləşən qəhrəman, igid oğullarımızın sayəsində suverenliyimiz tam bərpa olundu və işğaldan azad olunan torpaqlarımız hazırda bayram tonqalı ilə isinir. Səsləyin, səsləyin, baharı dostlar, gəlin Novruz, gəlin Novruz. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Veysəl Musayevin həyat yoldaşı Məryəm Həsənovanın, o cümlədən şəhidlərimiz Elmir Həsənov və Azər Mikayılovun xalqımıza əmanət olan övladları İlay Həsənlinin və Nuray Mikaylovanın doğum günləri təbrik edilib, onlara hədiyyələr təqdim olunaraq xatirə şəkilləri çəkdirilib. Daha sonra açıq havada konsert proqramı təşkil edilib. Respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnılar oxunub. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.